Bir şey istiyorsanız ısrar etmeniz lazım. Hangi tutkunuz varsa. Bu para kazanmak da olabilir. Herhangi bir mesleği yaparken içinizdeki tutku da olabilir. Evet. Sadece bir hevesle yapıp bir duvara çarptıktan sonra küsüp geri gitmemeniz gerekiyor. Bir şey gerçekten istiyorsanız ısrar etmeniz lazım. Bizde bir laf vardır, kader gayrete aşıktır diye. Gayret ederseniz kaderiniz de size yardım eder. Herkese salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Yeni gün başlamışam. Düzü səhərdən başlamışam, amma çəkirəm biraz geç, çünki uşaqlara yemək vermişəm. Burada biraz işləri görmüşəm. İstəyirəm bugün çudu hazırlayım. Hər şey hazırlamışam. İndi qabları yuyuram. Bu tərəfə istəyirəm qaz biçi zaten hər yeri yuyum, təmizləyim. Və duxovkanı çıxardıb, buraya nə lazımdırsa duxovkada eləyərəm. Əsas istəyirəm qabları hər şey yuyub çıxardım ki, elin altında kirli qabzat olmasın da. İnşallah siz yaxşısınız. Videonu bəyənərək baxarsınız. Like eləyib abunə olmaya unutmazsınız. Rey bölməsində nəsə yazarsınız. Gözləyirəm sizi. Herkese bir daha salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Səhər tezdən bugün mətbəxdəyim. Buradan heç çıxmadım hələ ki. Qazı yandırmışam ki biraz ısınsın. Bir baxın burada nələr baş verib. Qızlar özləri üçün şey eləyiblər, çan, raman. Mən də dedim yaxşı eləyin. Burada pendir hər şeydir. Dedim ki siz el vurmayın, mən özüm yuyub silərəm və rakovinaya baxın, bilmirəm bu nə ləkələrdir. Bunlar nə yeyiblər bilmirəm. 2 eskini də belə hala gətiriblər. Amma heç nə olmaz. İnşallah özüm düzəldərəm. Bu da sökülür, bilmirəm. İstəyirəm söküm, yenisini alım, yapışdırım buraya da fikirləşirəm ki bunu düzəldərəm bir cür, bilmirəm. Bunu da istəyirəm düzəldim. Və bugün məndə yeməklər olacaq. Nədənsə çox pis çəkirdi. Məndə nə var? Məndə bugün olacaq baklava. Hazırlayaram. Hazır duxovka çıxardıram. Məndə duxovka o şkafın içindədir. Hazır onu çıxardıram. Baklava, göyərti çudusu olacaq. Bir də etlə çudu olacaq. Bu kartuşkada et üçündür. Təmizləyib hər şey qoymuşam. İndi istəyirəm bir çay için buranı qəşəngcə təmizləyim, silim. Çünki yeməkləri hazırlayacağım duxovkada. Bunu yapıştırmalıyam. Bilmirəm. Həm söküb yenisini almaq istəyirəm. Həm də bunu düzəldə bilirəm. Bilmirəm. İndi mən nə eləyərəm? Bir şey eləyərəm burada da. Bunu da artıq bugün asmaq istəyirəm. Yorulmuşam gözləməkdən. Bugün bütün gün mətbəxdə olacağım. Bütün şkafları təmizləyərəm. Siz bir bu şeye baxın, görsənmir. Bu izlər görsənmir. Baxın bu izlərə. Bu uşaqların izləridir. Bütün gün buradan nəsə axtarırlar, dondurma axtarırlar, su axtarırlar. Onların əlləridir. Bir gün qızım mətbəxdə yemək hazırlayıb hər yer, bilmirəm, hər yerdədir. İndi qəşəngcə buranı silirəm, söndürüm bunları. İstəyirəm qəşəngcə bunu fıs-fıs eləyim. Düzdür, bundan o kadar da xoşum gəlmir. Amma da yenə də bunu eləyirəm. Ve en sevdiğim deterjanlardan biri o da Domestos'tur. Domestos çok hoşlayıram. Hem rakovina qəşəng ağappaq olur. Hem eskilər ağappaq olur. Hər axşam düzdür silirəm. Bugün bilirəm ki qazda heç nə bişirməyəcəm. Rakovina o kadar da yağlı şeylərdən dolu olmayacaq. Ona göre biraz tez eləyirəm ki, çünki duxovkada nəsə hazırlayanda ve çudu hazırlayanda bilirəm ki bütün gün o çuduya gidəcək. Ona göre de dedim indidən silim, sonra yorğun olaram, nə bilim ya eləyə bilərəm, ya eləyə bilmərəm. Elə vaxtlar olur ki duxovka çıxardanda onu qoyuram, hələ tezgahın üstündə yatıram, o birisi gün yerinə qoyuram.
Burada uje rakovinanın üstü, rakovinanı qəşəngcə silmişəm. İstəyirəm bu dəmirləri də qəşəngcə yuyum. Dediyim kimi sürtürəm də indi qubqa ilə. Dediyim kimi qızım burada bugün yemək hazırlayıb. O bilmirəm bura nə dağıdıb, nə yeyib. Bu qaz peç elə haldaydı ki, mən 3 gün yemək hazırlayanda belə hala gəlmir. Hansı ki bir gün qızlarım burada nəsə eləyiblər. Amma heç nə olmaz, öyrənirlər. İnşallah məndən də daha yaxşı yeməkləri hazırlayarlar, təmizlik eləyərlər. Gözləyirəm o anı, inşallah o da olar. Burada uje dəmirləri yuyuram şeydən, o dərmandan. O dərmandan o qədər də xoşum gəlmədi nədənsə. Amma yenə də pis deyil, sildim. Qəşəngcə sildim, parıldayır qəşəngcə. Və demək istəyirəm ki, buradan bir-iki xanım, iki rey yazıb. Biri yazıb ki, biraz nəfəs al danışanda. Şükür Allaha nəfəs alıram. Sağ olsun deyirsiniz, düzdür. Bəlkə o tərəfdən başqa cürə görsənir. Bilmirəm niyə o nə üçün idi. Biraz nəfəs al. Alıram nəfəs. Sağ olun. Daha da çox alaram. Və bir xanım yazıb ki, çox bərbad ses yazısıdır. İki ses üst-üstə gəlib. İnanın ki, mən çəkəndə, mən vlog uje zapis eləyəndə elə vaxtlar olur ki, uşaqlar evdə olur. Kimsə televizora baxır. Mən onu deyə bilmərəm ki, televizor söndürün, mən nəsə eləyirəm. Çünki eyni evdə yaşayırıq da biz hamımız. Və evdə balaca deyil, normal evdə. Amma elə vaxtlar olur ki, o televizor səsi ora çıxır. Bax, bu vlogda da orada var. Həm televizor açıqdır, orada nəsə proqram gedir, həm mən də danışıram. Burada heç pis bir şey yoxdur. Mən nə danışıramsa, məncə siz eşidirsiniz də, mən nə danışıramsa. Burada paxlava üçün resept hazırlayıram, testo hazırlayıram, xəmir. Məndə sadə xəmirdir, qaynanamın resepti idi. Burada bir stakan süd, ılıq südə bir çay qaşıq droj var, bir çimdik duz, bir yemək qaşıq saxar, şeker tozu və 2 yumurta. Bununla xəmiri hazırlayıram. Bu uje mən çudu üçün hazırlayıram. Belə qat-qat xəmirlər eləyirəm. Daha dadlı olsun deyə və nazik eləyirəm. Biz həmişə biraz belə nətər deyim, dolu eləyirik. Amma bugün mən biraz nazik eləyirəm. Çünki nazik istəyirik də. Həmişə belə böyük eləyirik. Amma bugün istəyirik biraz belə nazik eləyirəm. Və çox eləyirəm. Belə qatlayıram və kəsirəm. Sonra bundan uje 3 ya 4 çudu eləyirəm. Belə kəsirəm. Yığıram belə. Burada uje başlamışam ətlə olanları yığmağa. Belə qəşəng podlivkada uje qutarıram. Düzdür, hamını hazırlamışam. İnşallah shorts videolarda göstərirəm. Xəmir biraz belə yumşaq, çox yumşaq olub biraz çətin idi. Bilmirəm, nəsə çox qoymuşam ya çox isti idi ev, bilmirəm. Vроде бы kondisionerdə yandırmışdıq, amma mətbəxdə həm duxovka işləyəndə, həm qazda da nəsə eləyirik də, arada çay içirik, belə çay qaynadırıq, belə çox isti olur mətbəxdə. Və ona görə də çox belə gəlmişdi xəmir.
iyi, yumşaq olmuşdu. Amma yenə də çox dadlı və qəşəng olub. Biraz formalar biraz belə o qədər də eyni olmayıb da, simmetriçni olmayıb. Biraz belə şey olub, krivoy. Bundan da üstdən bağlayıram və belə bağlayırıq. Qəşəngcə sonra uje sobaya gedir hazırlamağa. Hazırlayanda da uje bilinir də həm altını, həm yuxarı hissəni o rumyanı belə olanda, например, məndə 200 dərəcədə idi. 150 dərəcədə hazırlamaq olar. Bu duxovkadan asılıdır. Bunu uje bağlaya bilmirdim. Çünki xəmir çox belə gəlmişdi və çox yumşaq olmuşdu. Ona görə də həm mən yağda istifadə eləmişəm axı xəmirə. Ona görə də biraz çox belə şey olmuşdu, yumşaq. Və belə bir çuduşkalar oldu məndə. Yağlayıram kərə yağla. Bizə nuş olsun, uje hər şey hazırlamışam. Mətbəxi də deyim ki, porядкaya salmışam. Biz yeyirik. Bu da mənim çuduşkalarımdır. Siz baxın nə qədər yumşaq və nazikdilər. Salatda hazırladım. O vaxtı tavuğa sразу hazırlayırdım. O əsnada deyim də hansı ki çudu eləyirdim. Çox belə nazik, dadlı, həm xəmir yağlıdır deyə çox belə qəşəng gəlir ağzına. Yeyəndə belə yumşaq, qəşəng dadı gəlir. Bu da tavuğadır. Hazırladım o vaxtı. Həm sразу kuxnanı da təmizlədim, duxovkanı da. İnanın ki, indi yerə qoymaq istəyirəm ki, orada qalmasın. Burada məndə duxovkadır. Duxovka burdadır məndə. Hamı yeməkləri yeyiblər, gediblər istirahət eləməyə. Mənim istirahətim hələ ki mətbəx təmizləməkdədir. Buranı da istəyirəm səliqəyə salım. Burada skavarotkalar və duxovkadır. Başqa heç nə yoxdur. Sadəcə qoymuruq. Un da bura qoyuruq bu tərəfdən. Burada istəyirəm belə şkaf sifariş verim inşallah. O tərəfdəki şeyləri belə şeylə gətirim bu tərəfə. Mexaniçiski də şkaf. Ora polkalar həm ora getsin axıra kimi, həm gəlib buradan bu tərəfə çəkib oradan nəsə yığa bilim. Belə baxın, o qədər qab yumuşdum, istəyirdim ki, heç bir qab qalmasın da mən eləyəndə uje yemək hazırlayıb qutaranda, biz yeyəndə. Bir baxın indi nə qədər qab çıxıb. Bilmirəm. Ya qablar slişkam çox oldu, ya mən slişkam çox qab istifadə elədim, bilmirəm, bunu başa düşə bilmirəm. Deyirəm ki, qızlarıma da mən hər şeyi yumuşdum da, istəmirdim ki, burada bir qab qalsın. Bilirdim ki, yorulacağam, istəyirdim tez hər yeri səliqəyə salım və istirahət edeyim. Çünki xəmirlə iş görəndə biraz çətin olur, yorulursan, istər-istəməz yorulur da insan. Amma burada elə olub ki, mən bilmirəm, çoxalıb qablar. Çox qab çıxıb, həm iki qabda xəmir var idi, bir qabda fındıq əzmə deyim də o var idi, fındıq naçinkası, bir qabda var idi, neydi adı? Göyərtilər var idi, bir qabda kartuşka var idi. Belə baxanda hələ odur da, biz yemək yedik, salat hazırladım, bir neçə qab o salata görə getdi. Və belə uje sayanda hamısı elə eynidir. Bir qabda yağ eritmişdim, bir qabda например eləmişdim. Yağda qızartmışdım göy görə. Göy çudulara görə soğan yağda, sliveçni kərə yağda qızardıram və üstündən də 1-2 yumurta atıram, söndürürəm və o yumurtanı da qəşəngcə qarışdırıram, qoyuram göyərtilərə, qəşəng çudular olur. Çudunun dadı daha da qəşəng olur. Burada çaynik çaydanı da istədim biraz yuyum. Bu çaynikin altı, bilmirəm niyə bu Türkiyədən gələn çaynik olsa da altı belə qara olub. İndi hər şeyi yerbəyer eləyirəm. Qabları məndə belə bəzi qablar var ki, yuxarıdadır, hansı ki gec-gec istifadə eləyirəm.
qoyuram yerlərinə və istəyirəm buranı da silim. Hazır bura çıxmışkən inanın ki, yağ ləkələr bilmirəm burada nətər olur, amma yağ sarı ləkələr olur burada da. Qəşəngcə qubqa ilə feri yox, o 72 sabunla silirəm və sonra bir neçə iski ilə də silərəm, təmiz olar inşallah. İstəyirəm ki, təmiz olsun, ləkələr olmasın, el ləkələr olur çox. İndi buraları təmizləyə fikirləşirəm ki, maşallah 2 qızım var. Biri 9-cu sinifdə 10-cu sinifə keçib, biri də 8-ci sinifə keçib. Fikirləşirəm ki, biz o vaxtı hər şey eləyirdik də, mən vəbşə yaşayanda biz uşaqlıqda 3-cü mərtəbədə yaşayırdıq. Belə bina evdə yaşayırdıq biz də. Və o 3-cü mərtəbənin pəncərələri biz yuyurduq. Balaca olsa da biz yuyurduq. Amma mənim qızlarıma mən bunu elətdirə bilmərəm. Buranı da səliqəyə saldım, buraları. Artıq şkaf üstləri təmizləmişəm. Şkaf qapıları yuxarı təmizləmişəm. Aşağıda qaldı. Bu mənim baxlavamdır. Belə bir buloçkalar alındı. Biraz 4 buloçka semiçkanı da belə qızartmışam deyim, nətər deyim. Və bu da çuduşkalardır qalan. Çox hazırlamışdım və qalan budur. İnşallah sabah da yeyərik. İndi qaldı xaladelnikin üstü. Siz bir bu el ləkələrə baxın. Ujasdır da ujas. Xaladelnik üstünü istəyirəm təmizləyim. Xaladelnikin içi normaldır, təmizdir. Burada belə səliqəyə salmağa, təmizləməyə ehtiyac yoxdur. Bura təmizdir. Açmışdım qızıma o karpuz qoysun deyə. Sizə də dedim göstərim. Bir mola vermişəm. Biraz həm çay içirəm. Qaynanam da məndən deyim ki, küstü. Niyə? Çünki biraz çay gec oldu. Düzdür, küsmədi. Yox, belə bir şey yoxdur. Sadəcə dedi, yox, çay istəmirəm. Gecdir və pis olur da, çox gec çay içəndə. Mən dedim, heç nə olmaz. Mən öz çayımda içərəm, sənin çayını da içərəm. O boş-boşuna qalmaz da orada. Belə dedim və biz qızımla soyuq qarpızla yemiş yeyirik. Mən inanın ki, yemişlə çay içmişəm. Çünki bilmirdim nə ilə çay içim. Və söhbət nerede qaldı? Fikirləşirəm ki, də bunu 3-cü mərtəbə pəncərələri yuyurdum, silirdim, pərdələri çıxardırdıq.
Sonra nə edirdik biz? Palasları çıxardırdıq. Biz də qızlarla, bizim podyezdəki qızlar hamı birlikdə çıxardırdıq və belə nətər deyim sizə, kubik yox, o çay şeyləri olur ya, büyük çay daşları olur. Maşınla gəlib ora-bura tökürdülər də o vaxtı zaborlar tikmək üçün. Onları olan yerə şeyləyirdik və orada silkələyib birlikdə bir sumaq nətər olur, ellə tikən o sumaq. Onu orada şeyləyirdik, sallayırdıq, gətirirdik evə, silkələyirdik də, deyirəm, düz deyirəm, bəlkə də düz demirəmsə yazarsınız. Mənim xoşuma gəlir. Mən heç vaxt küsmürəm. Nə o xanıma ki, hansı ki mənə dedi, biraz nəfəs al, yaz, səs yazanda. Nə o birisi xanıma ki, hansı ki dedi ki, iki səs bir-birinin üstündən gəlir. Mənim üçün xoşdur, çünki mən öz aşıbqaları mən görməsəm də mən öz vloqlara baxa bilmirəm, mən baxmıram. Amma belə aşıbqalar yazanda mənim çox xoşuma gəlir və mən uşa çalışıram ki, o aşıbqanın üstündə işləməyə deyim də sizə. Çalışıram ki, daha çox belə səliqəli nəsə eləməyə. Amma deyim ki, sizə sözlərdə siz aşıbqa tapmayın. Niyə? Çünki mən mən hələ ki də yaxşı bilmirəm, çalışıram, danışıram. Məncə burada rus dilini bilməyənlər var, lezgi dilində danışa bilməyənlər var. Amma mən şükür Allaha ki, istəsəm türk dili də danışa bilərəm, rus dili də danışa bilərəm, lezgi dili də təmiz danışa bilərəm. Və nə idi? Və deyim ki, sizə, mən Dağıstanlı lezgiyəm və burada Azərbaycanlı lezgilər də var, hansı ki, kəndlərdə yaşayırlar. Bizim sözlərdə düz gəlmir. İnanın ki, arada danışanda, orada da, yəni kənddə yaşayanda deyirlər ki, o söz belə yox, belə də danış. Ona görə də bu məncə Azərbaycan dilində bir dili yoxdur da, bir necə. Biz Dağıstandakı Azərbaycanlılar, hansı ki Dərbənddə yaşayırlar, onlar başqa cürə vəbşə danışırlar. Onların dili biraz çox belə qrubi kimi gəlirdi həmişə. Amma bura gələndə Azərbaycan dili nədənsə belə rahat gəlirdi, yumşaq gəlirdi danışanda. Bu insanlardan asılıdır və mən deyirəm ki, yenə də küsmürəm. Nəsə səhv deyirəmsə, deyə bilərsiniz ki, bu sözü səhv danışırsan, yəni belə danışmaq lazımdır. Burada heç nə yoxdur pis. Belə qızlar, bilməyən çox şey var. İnşallah öyrənərəm. Amma burada da öz həyatımı paylaşıram. Bu şey deyil, bir hardansa alınıb eləyən deyil. Bu mənim öz həyatımdır, bu mənim günlük rutinamdır. 3 uşaqla bu işləri də görürəm evdə. Həm onlar inanın ki, bu yay istirahət kimi gəlməyib mənim üçün. Mən deyirəm ki, nə vaxt məktəb açılsın ki, mən təmizlik eləyim və rahat oturum. Çünki bu yayda uşaqlar da evdədir, hamı evdədir bu ildə bizdə. Biz də heç yerə gedə bilmədik, bilirsiniz də, xəstəliyə görə. Burada müalicə alırıq, ona görə də heç bir yerə getmədik. Amma deyim ki, sizə, məktəbdə olanda uşaqlar, səhər tez durub məktəbə aparırdım uşaqları, uca yata bilmirəm, onsuz da səhər tez dururam, yata bilmirəm də. Təmizləyirdim, hər yeri səliqəyə salırdım, uca oturmağa da vaxtı olurdu. Sonra uşaqlar gəlirdi, dərsləri oxuyurdu, onların da vaxtı olmurdu. Nəsə belə şey eləməyə də, şuluq eləməyə. Amma indi uşaqlar istəyirlər çölə çıxmaq, bütün gün çöldədir, sonra gəlirlər, belə tərli, onları çimizdirmək lazımdır. Düzdür, onları deyəndə bir balaca oluşumu kömək eləyirəm çimməyə. Çox tərlənir və onların paltarları olur, hər gün onları mən yumuramsa da maşınqaya qoymaq, o paraşok qoymaq, onun dərəcəsini, onları çıxardıb asmaq, sonra o ipdən onları çıxartmaq, qoymaq